Rövşən Əlbəlini dəvət edirəm. Gəlsin bir Xəyal xanımın şeirlərindən ilk o səsləndirsin. Sonra davam edəcək yenə. Hayır, hoş gördük. Akşamınız xeyirli olsun. Mən də hər kəs salamlayım. Xəyal xanım, təbrik edirəm. Uğurlarınız bol olsun. Uğurlarınız bol olsun. Mən bütün ədəbiyyat cəmiyyəti adından bu gün sevinçli bir halda xoş halda ki, bu gözəl təbirdə işləş edirik və buna görə sizə ayrıca təşəkkür edirəm. Yaradıcılığınızda uğurlar, nailiyyətlər, yeni şeylər göstərir. Sevə-sevə oxuyaraq dinləyək. Hər kəsə təsəlli verib dururam. Özüm darxıram sakitcə, səssiz. Biçarə qəlbimi yaman görürəm. Məşhur alovunda yanıram sənsiz. Birinci bir sevgi yalan olursa, daha kimdə doğru gəzməyə dəyir. Kimin ki qəlb evi talan olursa, əylən taleyi gətirinəyir. Mən azad quş idim, rahada düşkün, yerlə göy arası sıxışıb qaldım. Gəldim bu ömrümü alt-üst eylədim, mənə yar olmadın, yarım aldım. Keşke gitmeseydik bunca derine, ruhumla ruhumdan kopmayacaksan.